sizə görünüşünü göstərmək istəyirəm. Cebini belə buraxıblar. Burada isə cebi belədir. Etiketkası. Buna baxın. Çox qəşəngdir. Hatta belə bir yəni bu ayaqqabıya, keyfiyyətinə söz yoxdur. İçərisindən də belə göstərim. Markanın özünün adı yazılıb. Sadəcə bir şey var. Bunun rəzmər olaraq ölçüsü çox böyükdür. Mən çox böyük sifariş eləmişəm. Qırış işte. Koftası. Qızımın bağçada bir iyun şənliyinə belə bir aksesuar sifariş eləmişdim. Başına takmışdım. Ay Allah, nə gözəldir bu. Bunu biraz daha yaxşı yapışdıra bilməzdiniz. Soruşmaq ayıb olmasın. Mən özüm daha yaxşı yapışdırırım. Üstünə qoyardım, yapışdırırım. Məsələn, nə qəşəngdir. Buradan da hər iki tərəfindən saça taxıllar belə. Okey. Mən çox bəyəndim. Bu biraz iç göstərəcək. Biraz yox, bayağı 6 yaşlı. Ama kızım elə özü bu boydadır. Wow. Şortikim. Çok şirin, çok qəşəng. Kəməri var. Ha, okey. Bunda bir boyun koftası. Ha, bu Adelia'nın üzüydü, amma Adelia'nın parmağından əlavə mənim də parmağıma girer. Belə bir bax lazımdır yəqin ki. Dörd ədəd belə bir sticker. 4 değilmiş, ay kız ne kadar iyiymiş. Oy. Qabısı. Oyduğumuzu böyükdür. Amma belə böyüzümə böyük görsən, amma ayağında yaxşı olmaq ehtimalı ola bilər. Bu niyə tərsinə yapışdırırsınız? Başınız xarabdır. Güneşleme ayaqdan çıxmaz. Ayaqqabısı da. Bu ayaqqabıların biraz forması əziz gəlib. Amma belə, yəni yaxşıdır. Biraz böyük rəzmər sifariş eləmişəm. Biraz yox, məncə bayağı böyük rəzmər oxşuyur. Amma ayağında baxarıq. Keyfiyyət baxımından pis deyil. Qiymətinə görə yaxşıdır. Çox qəşəngdir. Qəşəng formada qoyublar. Sağ ol sizi. Belə bir. Bunun sonra detallı baxaram. Bu deməli şalvarın belinə belə açım göstərim. Şalvarların belindən belə taxılları. Məncə çox qəşəngdir. Bu isə Zara model çantam. Wow. Rənginiz belə də lan. Çanta barəsində ümumi fikrimi desəm, yəni material olaraq çox elə bəyənmədim.
Amma kəməri falan çox yaxşıdır. Arxadan mamamın konsertinə qulaq asırıq. Kəməri yaxşıdır. Tikilişi də pis deyil. Sadəcə bu, bəlkə də içərisini doldursam yaxşı olar. Bilmirəm. Neysə. Belə bir şeydir.